Azərbaycan Xalq Parlamentinin bəyanatı. Azərbaycan Xalq Parlamenti Avropa Şurası Parlament Assambleyasının 25 iyun 2026-cı il tarixində keçirilmiş Azərbaycanda tənqidi səslərin susturulması Silencing Critical Voices in Azerbaijan adlı dinləmə və onun yekununda qəbul edilmiş qətnaməni dəstəkləyir və yüksək qiymətləndirir. Aşpada keçirilmiş səsvermədə 68 deputatın qətnamənin lehinə, cəmi 8 deputatın əleyhinə səs verməsi və 6 deputatın bitərəf qalması beynəlxalq ictimaiyyətin Azərbaycanda hökm sürən repressiv idarəetmə modelinə, siyasi təqiblərə, müstəqil medianın sistemli şəkildə məhdudlaşdırılmasına və fundamental hüquq və azadlıqların pozulmasına verdiyi açıq siyasi qiymətdir. Bu səsvermə göstərir ki, beynəlxalq demokratik ictimaiyyət Azərbaycanda insan hüquqlarının vəziyyətindən ciddi narahatdır və ölkədə ifadə azadlığının, media müstəqilliyinin, siyasi pluralizmin və hüququn aliliyinin təmin olunmasını vacib hesab edir. Azərbaycan Xalq Parlamenti hesab edir ki, insan hüquqlarının müdafiəsi, siyasi məhbusların azad olunması, ifadə və media azadlığının təmin edilməsi kimi fundamental məsələlərdə heç bir tərəddüdə, bitərəfliyə və ya etiraz mövqeyinə yer olmamalıdır. Arzu edərdik ki, belə prinsipal məsələlərdə AŞPA üzvlərinin hamısı vahid mövqey nümayiş etdirərək qətnaməni dəstəkləsin, əleyhinə və bitərəf mövqey sərgiləyənlər olmasın. İnsan hüquqları, demokratiya və hüququn aliliyi siyasi seçim predmeti deyil, bütün demokratik cəmiyyətlərin qorumağa borclu olduğu ümumbəşəri dəyərlərdir. Azərbaycan Xalq Parlamenti bəyan edir ki, Azərbaycan xalqını mövcud hakimiyyət təmsil etmir. Xalqın iradəsi uzun illər ərzində saxta seçkilər, siyasi təzyiqlər, ifadə azadlığının boğulması, müstəqil medianın sıradan çıxarılması, vətəndaş cəmiyyətinin zəiflədilməsi və siyasi rəqabətin məhdudlaşdırılması nəticəsində sistemli şəkildə məhdudlaşdırılmışdır. Bu səbəbdən beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyəti ilə Azərbaycan xalqını eyniləşdirməməyə, ölkədə baş verən siyasi repressiyalara görə Azərbaycan cəmiyyətini kollektiv məsuliyyət daşıyan tərəf kimi qiymətləndirməməyə çağırırıq. Azərbaycan Xalq Parlamenti Avropa Şurası Parlament Assambleyasını, Avropa İttifaqını, ATƏT-i və digər beynəlxalq demokratik institutları Azərbaycanda siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsi, ifadə və media azadlığının təmin olunması, müstəqil məhkəmə hakimiyyətinin bərpası, siyasi fəaliyyət üçün bərqərar imkanlarının yaradılması və azad, ədalətli, rəqabətli seçkilərin keçirilməsi istiqamətində prinsipial mövqeylərini davam etdirməyə çağırır. Azərbaycan Xalq Parlamenti demokratik dünyanın ayrılmaz hissəsi olmaq əzmində olduğunu bir daha bəyan edir və ölkəmizdə demokratiyanın, hüququn aliliyinin, insan hüquqlarının və həqiqi xalq hakimiyyətinin bərqərar olması naminə fəaliyyətini qətiyyətlə davam etdirəcəyini bildirir. Azərbaycan Xalq Parlamenti 27 iyun 2026-cı il.